Axşamınız xeyir olsun, əziz və hörmətli izləyicilərimiz. Hər birinizi salamlayıram. Dəyərli qardaşlar, bacılar, əziz böyük ailəmiz. Bugünə olan ikinci video çəkilişimizi sizlərə təqdim edirik. Gördüyünüz kimi çəkilişimizin ilk dəqiqalarında bugün birinci videomuzda da qeyd etdiyimiz kimi bizim çox dəyərli, qiymətli qardaşımız Türkiyənin Ankara şəhərində yaşayan Rəşid qardaşımızın övladı Müzəffər balamızın adına kəsilən qurbanımızı hal-hazırda hissələrə ayırırıq və inşallah ehtiyacı olan az təminatlı kasıb ailələrin ünvanına çatdıracaq. Nəzərinizə çatdırım ki, qurbanımız 13 paydan ibarətdir. Yəni heyvanımız təxminən 25-26 kiloqram ət verib və biz də bunu 13 ailə üçün böləcəyik. Onun biri qariyatı kişi üçün olacaq, biri mobilə balanın evinə, yerdə qalan 11 paket isə 11 ətimiz isə bugün 11 ailəyə ərzaq paketimiz var. Şəmkirli Əli qardaşımızın dəstəyi ilə. Yeri gəlmişdir, bir daha qeyd edim, Şəmkirli Əli qardaşımızla bir qız balası dünyaya gəlibdir. Elə bunun münasibəti ilə Əli qardaşda 11 ailəyə, deməli, bir cəsarətin ailəsi 100 manat, yerdə qalan 10 ailə isə hər biri üçün 40 manat dəyərində ərzaq paketi bizlərə sifarişini verib ki, onları çatdır. Allah həm qurbanımızı qəbul eləsin, həm də Əli qardaşımızın bax bu etdiyi ehsanatı qəbul eləsin. Allah nə müşkül, nə arzu, nə diyəkləriniz varsa İnşallah sizləri o arzuya, o diləyə çatdırsın. Dəyərli qardaşlar, əziz bacılar, əziz qardaşlar. Hamınızdan videomuzu bəyənməyi, hamınızdan videomuzu paylaşmağı. Bilirəm, bunu paylaşmırsınız, bu boşuna deyilən sözdür. Paylaşım onsuz da eləmirsiniz. İki dünya bir olsa, yenə paylaşmayasınız. Canınız sağ olsun. Yardım etməyə mərdsiniz. Yardım etməyə əliniz var, ürəyiniz var, amma videomuzu paylaşmaq sizin işiniz deyil. Bunu gəlin qardaşlara qəbul edəyin ki, yəni həqiqətən nə desəniz, pul sarı nə desək eləyirsiniz. Amma videonu paylaşmaqdır, videoya like verməkdir, ora girib bir yorum yazmaqdır. Yəni 99%'imiza bu aiddir. Eyb yox, eyb yox. Allah canınızı sağ eləsin. Paylaşsaq daha gözəl olar. Bəyənmə edib, yorum yazsa nə gözəl olar. Amma da bir halda ki bunu etmirsinizsə, sizin gül camalınıza qurban. Sizin, necə deyirlər, kəkilinizə qurban. Belə bir deyim var, sənin kəkilinə qurban. Allah canınızı sağ eləsin. Buna görə sizdən ya ündiyəsi deyiləm, ya küsəsi deyiləm. Siz bizim ürəyimiz və qardaşlarımız, bacılarımızsınız. Olan şeydir. Əsas odur ki, oturun, baxın. Belə hər şey gözəl və hər şey əla gedir. Kanalımızda maşallah inkişaf, artım tempi, yüksək dinamika hiss olunur. Bu da bizim iradəli və mübariz işimizin sayəsindədir. Mobili də hal-hazırda özü bu işlərə yaxından dəstək olur. Baxmayaraq ki, cinayətləri olur, baxmayaraq ki, mobili hər dəfə cinayəti əff olunur. Çünki mobilinin adamları güclüdür bu kanalda. Mobilinin elə bir adamları var ki, yəni mobili o adamların hesabına həmişə belə deyərdik də, kef eləyir. Qoy eləsin, kef eləsin. 5 günlük dünyadır. Kadrların çox yaxından götürmür olmur, əzizlərim. Bax, o heyvanın adı soyulmağı məlli hüququ verir. Allah haqqı, yəni kanalımızı məhv eləyib. Ona görə də bu heyvanın soyulmağıdır, nə bilim, dərdən çıxmadı, onları kadra götürə bilmirik. Yəni məlli hüququ gəlir, bax ona görə bildirişlər getmir. Cəmaata getmir bildiriş. Bax, hamısı onun mənfi nəticəsidir. Hörmətli izləyicilər, biz artıq paylarımızı
həm də qurbanımızı pay etməyə başlamışıq. Şəmkirli Əli qardaşımız bildirmiş ki, Güllü anamın mütləq şəkildə duasını mən öz qulağımla eşitmək istəyirəm. Çünki Güllü ana bizim orada ikinci anamızdır. Yəqin Güllü ana bu xəbərə sevinəcək. Şəmkirli Əli qardaşımızın bir qız övladı dünyaya gəlib. Onun üçün Şəmkirli Əli qardaşımız istəyir ki, elə ilk olaraq videonun başlığında Güllü anasının dualarını eşitsin. Salamlayıram, təbrik eləyirəm. Xoşbaxt qızlardan olsun, atalı, analı böyüsün. Allah'tan ən gözəl günlər arzulayıram. Birinci Güllü nənələrinə, nənə adı verdiklərinə görə, mənə o dəyəri verdiklərinə görə hər birini, Allah onların hər birindən razı qalsın. Amin. O balası da dünyanın ən əziz, ən xoşbaxt balalarından olsun. Atalı, analı böyüsün. Allah Teala gələn il bu vaxtda oğul payda versin. Amin. Allah dünyanın ən gözəl bəndələrindən eləsin. Allah dünyanın ən xoşbaxt adamları olsunlar, hər biri. Payı çox olsun. Güllü nənələrim yadlarında saxlayırlar. Allah'ın həmişə yadında olsunlar. Çox sağ olsunlar. Hər birinə gözəl günlər arzulayıram. Xoşbaxt günlər arzulayıram. Allah məni sevindirənləri sevindirsin. Ay Elşən, balaların da özün də içində. Allah hər birindən razı qalsın. O balamı da dünyada o qədər xoşbaxtların xoşbaxtı olsun. Allah onun atasına, anasına göz dolusu versin. Allah'ın ən gözəl günlərini arzulayıram. Allah hər birinizi, hər bir bizə baxanı, hər bir bizim əziyyətimizi çəkənləri, çəkməyənlərin də, çəkənlərin də Allah başından xoş gün yağdırsın. Sağlamlıqların versin Allah, xoş günlərin versin. Oğul, qız toy görsünlər, nəvə nəticə toy görsünlər. Allah'ın gözəl günləri hər birinizə nəsib olsun. Təşəkkür edirəm Güllü ana. Bugün həm də deməli bizim Ankara'da yaşayan Rəşid qardaşımızın oğlu Müzəffər balamızın qurbanı kəsilib, həm də qurban payı da verdik. Birini sizə, birini mobilə vermişik. Allah qəbul eləsin. Allah Teala Müzəffər balamızı dünyanın ən gözəl, ən xoşbaxt bəndələrindən eləsin. Atasına, anasına gözü dolusu versin. O gözə görünməz Allah. O uzaqda oturub yaxını görən Allah. Allah elə gözəl günlər nəsib eləsin. Allah bir eləyib də, Allah yolunda nə qədər yaxşılıqlar eləyiblər. Qurbanlar verirlər. Bax bu gözəl işlər görürlər. Allah hər birinin xoşbaxtlığın, əziz günün, qəşək günün çiynlərinə yazsın. Balalarından sevinsin hər biriniz. Hər biriniz, ay Elşən, hər biriniz. Təşəkkür edirəm. Allah qəbul eləsin. Təşəkkür edirəm. Deməli Güllü ana 40 manatlıq ərzaq və qeyri-ərzaq məhsullarından ibarətdir. Bunu Şəmkirli Əli qardaşımız pulun göndərib. Qurbanımızda qeyd etdiyim kimi Müzəffər balamızın adından atası Rəşid qardaşımız kəsdirib. Allah gözü dolusu versin. Amin. Rəşid balamı Allah Teala dünyanın ən xoşbaxt bəndələrindən eləsin. Balalarından yarısın. Hər biriniz də onun içində. Allah Teala bax o gözəl qardaşlarımı, bacılarımı, oğullarımı, qızlarımı dünyanın ən xoşbaxt adamı eləsin. Amin. Allah bir eləyirlərsə min əvəz versin. Amin, Allah'tan gözəl günlər arzulayıram hər birinə. Sağ ol ay Elşən. Allah balalarını saxlasın. Var olasın. Sağ ol qadınlarım. Var olasın. Allah payınızı çox eləsin. Amin. Allah burzanızı həmişə başınızdan yağdırsın. Hörmətli izləyicilər, növbəti payımızdan və qurbanımızdan mərhum Şöhrət qardaşımızın övladları üçün verəcəyik. Allah Şöhrət qardaşımıza qəni-qəni rəhmət eyləsin. Şöhrət qardaşımızın sağlığında, Şöhrət qardaşımızın müalicəsi üçün yardım edən bütün qardaş bacılarımızın uca Allah nə qədər dünyadan köçənləri var, onların hər birinə qəni-qəni rəhmət eyləsin. Mobil uşaqlar çağırıb, inşallah uşaqlar gəlsin. Darvaza altında deməli maşınımız yüklüdür əziz dostlar. Darvazanın da ortasının nə deyirsiniz ona? Dayağı hündürdədir. Yəni təxmin etdim ki, maşınımızın altı deyəcək, o səbəbdən həyata girmədim. Gəlirlər mobili. Ha, gəlirlər. Hə, Günlar bacımıza da təşəkkür edirəm. Həqiqətən Günlar bacımızın hər fakirləri bizi hayl-mail eləyir. Mobili üstəkin götür qoy yerə. Oğul. Hə, mobili onu bir dənə düz qaldır əlinə atam. Bax, yavaş-yavaş boz. Bax əziz dostlar. Yuxarıda sinənə qaldı mobili mümkünsə. Paketimizdə bax 40 manatın içərisində
makaronlar, greçka, mərcimə, peso, qənd, sarfetka, şirniyyat, yağ, tomat, çay, vərməşir. Üstə də gələk hər paket üçün bax belə bir dənə əziz dostlar paraşokdur, bir dənə ACD, bir dənə qab şamponu böyüyündən feyri, bir dənə də bahalı sabun. Yəni baxın, bacılarım yaxşı biləcək. Bu Günlar bacımızın həqiqətən də qurban ətdə verəsən. Günlar bacımızın gözəl paketləridir. Xoş gördük sizi, gözəl balalar. Adlarınızı bilirəm, amma özüm istəyirəm siz özünüz deyəsiniz. Vasif. Vasif. Fərəz. Bilirəm, adınızı bilirdim. Uşaqlıqdan, mən sizi uşaqlıqdan tanıyıram. Mən balaca uşaq idim. Bilirəm, Fərəz, sən o vaxt yazdan gələ. Mən çıxılı uşaq idim. Siz qobunu qıranda traktor işlədirdiniz. Sən sepli traktor sürürdün. Bu da, qoy görüm ayır, ekskavator. Yadınıza gəlin, mən çıxılı uşaq idim, sizi incidirdim, maşınıza verdim, istənirdiniz. Yadınıza gəlir o günlər. Yeyirəm, uşaqlıq adamın yadına çıxmır. Gözəl balalarım, Allah sizə ömür versin. Sizə həm qurban əti verdik, həm də ərzaq paketi. Mobil əminizə bir dənə kömək eləyin. Fərəş balam, bir dənə mobil əminizə kömək eləyin. Qurban payımızı da artıq uşaqlar deməyi də bunun. Ehtiyatlı olun, gözəl balalar. Allah qəbul eləsin. Qurbanınızı da Rəşid qardaşım, Allah səni var eləsin. Əli qardaş, Allah ehsanınızı qəbul eləsin. Deməli, hörmətli izləyicilərimiz, növbəti həm ərzaq paketimizdən, həm də qurban payımızdan birində 30 ildən artıq müddətli evində 2 xəstəyə baxan Yasəmən xanım üçün veririk. Xoş gördük Yasəmən xanım, necəsiniz? Allah köməyiniz olsun. Çox sağ olun. Sizə deməli 40 manatlıq ərzaq paketi gətirmişik. Şəmkirli Əli qardaşımızın adındandır, övladı dünyaya gəlibdir. Şükür, göz aydın olsun. Allah əlində qoysun. Allah balasını saxlasın. Allah canlarını sağ eləsin. Təşəkkür edirəm. Bir də sizə qurban əti gətirmişik. Bizim Rəşid qardaşımız övladı Müzəffər balasının adından kəsibdir. Dedik pay olaq. Payı da sizə. Allah qəbul eləsin. Allah canınızı sağ eləsin. Allah sizlərə dəyməsin. Allah sizləri qorusun. Kim nə verir, Allah onu o sanata salsın. Amin Allah. Sağ ol, ayırışın. Allah köməyin olsun qardaş. Halal, hoşunuz olsun. Sağ ol, sağ ol. Vallahi Kəndimizin ən kasıb, ən yoxsul, bax bu ev ailəsidir. Həmişə kəndimizdə maddi imkanı olan insanlar bax bu evə həmişə yardım edibdir. Evində dediyim kimi 30 ildən artıqdır. Xəstə, 2 xəstə baxır. Allah şəfasını versin xəstələrinizin. Sağ olun. Allah köməyiniz olsun qardaş. Hörmətli izləyicilər, video çəkilişimiz davam edir. Növbəti payımızdan başından əməliyyat olunmuş, artıq fiziki imkanlarını itirmiş, həm də evində 2 az yaşlı körpəsi olan Bəxtiyar qardaşımıza verəcəyik. Bəxtiyar qardaşımız, xoş gördük. Necəsin qardaşım? Allah sənin acil şəfanı versin inşallah. Sağ olun, Allah böyük aləmizi qorusun, sağ olsunlar. Allah yardımlarını qəbul eləsin, Allah kəsilən insanları qəbul eləsin. Təşəkkür edirəm. Deməli, Bəxtiyar qardaş, sənin də çox yaxşı tanıdığın Şəmkirli Əli qardaşımız o belə dərmanları yerə qoy, bax. Şəmkirli Əli qardaşımızın qız övladı dünyaya gəlib, onun üçün qardaş, sizin kimi amin. Az təminatlı ailələri istəyir ki, bir sevindirsin. 40 manatlıq Əli qardaşın tərəfindən ərzaq paketidir və Rəşid qardaşımızın övladı Müzəffər balanın adından da qurban kəsmişik, həm də qurban payı verdik. Allah qəbul eləsin insan, Əli qardaş da, ehsan keçən qardaş da, Allah qəbul eləsin. Allah gördüyünüz işləri xeyir eləsin. Cəsarətin evində o qədər sevinirəm ki, and olsun Allah. Gözüm düzdür, yaxşı görmür, amma birdən səhv yazaram, nəsə, amma baxaram, axıra kimi bacardığım qədər. Səhhətim imkan verməsə də sevinirəm. Allah sizin işinizi xeyir eləsin. Allah bacıları, qardaşları var eləsin. Sağ olun, çox sağ olun, əziz qardaş. Siz o körpələri, kasıb balaları sevindirirsiniz. Allah üstünüzdə yar olsun. Sağ olun, Eşən qardaş, sağ ol. Mobili ürəksən sən. Öpürəm gözlərindən səni. Təşəkkür edirəm Bəxtiyar. Allah sənə acil şəfa versin. Bəxtiyar bizim kəndimizin ən mərfətli, ən ləyaqlı, dəyərli oğlanlarındandır. Həyat nədənsə Bəxtiyar qardaşa da sınaq etdi. Bəxtiyar qardaşımız demişəm, Əli qardaş da qoy bilsin ilə, Rəşid qardaş da bilsin. Çox sağ olun, Rəşid. Bəxtiyar zamanında, yəni o pulun,
ən çoxunu görüb. Leningrad şəhərində uzun müddət yaşayıb. Özü də idmanla da çox güclü məşğul olub. Amma həyat bizim Bəxtiyarı nədənsə sınaq etdi. Şükür, Bəxtiyar şükür edəndir. Allahın hər verdiyi dərdə şükür edəndir. Bugün Bəxtiyar üçün əgər yeni qapılar açılıbsa buna da şükür. Əlbəttə şükür. Amma mən tamaşaçılarımdan, qardaş bacılarımdan xahiş edərdim ki, Bəxtiyar qardaşımızın ara sıra dərmanları da, elə o gün mən gördüm aptekdə, biraz da ürəyim ağrıdı. Bəxtiyar qardaşımıza dərman pulu da köməklik eləyəyin. Arada sırada, ayda bir 100 manat, çox demirəm. Çox sağ ol. 100 manat Bəxtiyar qardaşımıza ayda bir dəfə 100 manat dərmanlarına inşallah kömək eləyər. Mobli, ənənəmizi pozmayaq, Bəxtiyar əminə. Əsi ver Bəxtiyar əminə. Sağ ol, Mobli qadaram. Hə. Allah köməyinə. Allah sənə kömək olsun Allah Bəxtiyar. sizi var eləsin. qadaram. Sağ ol qardaşım, Allah sənin Böyük aləmizi var eləsin. yaxşılığını yüngül eləsin. Allahın köməkliyi ilə yeni ildə də yığışar cəsarət. İnşallah, Sizin köməklinizlə. inşallah, Çox Bəxtiyar. sevinirəm. Sağ ol, Çox Allah sevindim. səni həmişə sevindirsin. Allah böyük aləmizi var eləsin. Elə həmişə yazıram. Böyük aləmiz Ürək. Eşrəf Mustafayev kanalı Azərbaycanda bir dənədir. Vallahi Sağ ol. bir dənədir. Təşəkkür edirəm. Çox sağ olun. Sağ ol Bəxtiyar. Qarşımızda baş əyirəm. Çox sağ Estağfurullah. olun. Allah köməyin olsun. Sağ olun. Bəxtiyar, nəysə səni gördüm. İçimdən bir şey gəldi. O gün səni gördüm aptekdə. Bunu elə bir cəsarətin ümumi hesabından sənə verirəm. Bunu elə bir cəsarətlə ev tikən oğlanlar ki var, ha, ana bacılarımız. Elə bil ümumi onların pulundan 50 manat dərmanlarına verirəm. Sağ olun. Allah Heç kim mənə köməyiniz olsun. elə bilən buna görə heç zat deməz. Bəxtiyarın qoy dərmanları alınsın. Allah köməyiniz olsun. Halal xoş olsun. Sağ olun. Bəxtiyar. Allah sizi Sən var yaxşı eləsin. qardaşsan. Çox sağ olun. Sağ ol. qardaş. Allah köməyiniz olsun. Sağ ol qardaşım. Təşəkkür edirəm. Sağ ol Bəxtiyar. Hörmətli izləyicilər, biz hal-hazırda 9 övladı olan Məhərrəm qardaşımızın ünvanındayıq. Elə anası da bugün buradadır. Təsərrüfat içində anası da həmişə işləyib və bizim qurban paylarımızdan yararlanıbdır. Bugün elə burada gördük və təsadüfən xoş oldu bizə. Məhərrəm qardaş, necəsən? Nə var, nə yox? Vəziyyətiniz, keyfiniz, halınız. Allah qurban payınızı qəbul olsun. Kim nə edibsə Allah köməkləri olsun. Amin. Min qatına versin. Deməli, Məhərrəm qardaş, 40 manatlıq ərzaq paketi Şəmkirli Əli qardaş tərəfdəndir. Allah kömək olsun. Və Allah- qurban payıdır. O pay isə bizim Rəşid qardaşımız, Ankarada yaşayan Rəşid qardaşımız, oğlu Müzəffər balasının adından qurban kəsdiribdir. Allah qəbul etsin. Qardaş bildirmiş ki, evində körpəsi olan, çox uşaqlı olan ailələri yad elə, çatdır. Biz də elə gəldik sizin də bu ünvanı inşallah ki Allah yad etdik. yad etmişsiniz. Allah Allah sizi də yad köməyiniz etsin. olsun. Allah sizi Kim nə verir, Allah min əvəzini versin. Allah qazançlarını bol eləsin, Allah canını sağ eləsin. Allah köməyiniz olsun. Təşəkkür. Məhrəmin Qardaş, də 9-cu evladı oldu. 9 ev. oldu 9. Hə. Ay Allah, Beş sağ qızı, olun, dörd şükür. oğlu, Allah, sağ olun, əsgər şükür. böyük. Ya Rəbbim. Amin inşallah. Şükür. Bizim də olanımız oldu. Nə qarıq, neyin? Hə, sən cəsarətlə rəqabətdəsən də. Hə, cəsarətin həmkarıdır. 9 oldu. Bəli, 9-cu qız oldu. 5 qızı, 4 oğlu böyüyü. Hə. Qurban Allah olum. inşallah Vətənimin- gözü doyunca versin. Amin. Bir dənə də Allah pay versin 10. Hə, yox, 10 olacaq mütləq. Qurban olum Allah. Kasıb adamı, olanımız odur. Neyniyək? Allaha qurban olum. Qoy olsun. Qabaqlar 10, 12, 15 olurdu. Nə ziyanı var idi? 13 yaşımda 90 kilo pambıq yığırdım. Nə ziyanımız vardı? Məhərrəmin arxası kömək idi. Allaha qurban olum. Valla Şükür mən düzdür. bugünkünə. Soğan çörək yesək də Belə- sağlam böyüdürük. Ümumiyyətlə valideynlərə elə hər birimiz ki mən qarşı qınaq edirik. Yox, hə. Şəraitlə bağlıdır. İndi bu 10 dənə uşağı burada yaşatmaq Düz özü bir deyirsən, düz deyirsən. günahdır. Amma Allah özü çörək yetsin. Yəni, O o uşaqların da- Allah ölsün. O da olacaq. Qucaqlarımızda böyüdürük bizim pulu. Qucağımızda böyüdürük, orada böyüdürük, burada böyüdürük, zato böyüdürük. Sağlam, təmiz, gül kimi, çiçək kimi böyüdürük. Qurban olum Allah'a. Oldu anam. Allah köməyiniz olsun. Sağ ol, Allah sizi var etsin. Allah köməyiniz olsun. Allah Allah sizlərə köməyin dəyməsin. olsun qardaş. Bir Kim Allah nədirsə Allah köməklər olsun. Allah niyyət elədirsə qabil eləsin. Annem Allah kömək olsun da hamısına. Yəni bizə də eləsələr lap yaxşı olar, köməkli. Yəni ev barədə şəraitim yoxdur. Yəni xahiş edirəm. Kim nə güc salsalar dəstək olsunlar. Mənim Yaddan qardaş biraz çıxartmasınlar. dayansın, fasilə versin.
Hə, Biz də bir vaxtlarına vaxtlar qurban olum Allaha. İnşallah o evlat verirsə evim şəraiti də olar inşallah ya. İnşallah ha vaxt dayansanın verdim. Allah qoysa xəbər eləyin ki, da biz dayanırıq. Bəlkə növbə bizimdir, biz gələk. Biz bildik ki, hələ sizdə istehsal gedirdi. Allah gözü doyunca versin. Çox sağ olun. Balanın çoxunun ziyanı yoxdur. Bəli, Bu, amma bəli. Allaha qurban olum. Allah özü ruzilərini Hər yer bizim Erşən qardaş bir dənə söz deyim də. Hər yer var dövlət qisməti. Mənim də varım dövlətim bunlar. Yine bax tutaq ki, Mən çətinliklə də yaşasam da görə gəlmişəm. Çətinliyi görə gəlmişəm. İndi yavaş-yavaş yaxşı yerlərə çıxıram. 11 külfət, 11 nəfərsiz də. Yoldaşımla bir yerdə 11. 11, 11-də cəsarətdir. 22. Belə bil, məsəl üçün, Şəmkirəli qardaş övladına toy eləsə, desə Məhərrəmin ailəsi ilə, Cəsarətin ailəsində deyirəm, məcburdur ki, əli qardaş 22 dənə bilet alaq. Qurban 2 olum. ailə üçün. Allah. Cəsarətin sağ əl mənim başıma. Ne olur və sən Allah üçün. Ev mənada. Hə, ev Ev mənasında. mənada. Hə. Ev mənada. Hə, heç nə, sadə bir ev tikərik. Amin inşallah. Ha, bax, Mənim evim dayansa, hazır. Sadəcə üstü götürsə bəs eləyir. hansı evdir? Mən onu verirəm ona, mənim evim. Hə, oldu. Bunun külfəti çoxdur. Bizə də Oldu. bir kömək eləsin. İmkanlar, qurban olum sizə. Bizə də onu hazırlayın, pol eləmini. Ya. Elə beton eləyin, nə olar? Məhərrəmin də balaları. Allah qoysa 10-cu uşaq gəlsin, 1 yaşı tamam olsun. İnşallah. Bax, söz verirəm. Söz versə, hə. 10-cu uşaq dünyaya gələndə, 1 yaşı tamam olanda bir dənə xəbər versən, gəldik sənin evini, Allah Allah qoysa. kömək olsun. Təpədən dırnağa, Kadrda söhbət amma gedir. sözümüz sözdür. 11 olmayacaq. Onda ilə Ha. baxdıracaq. Cəsarətlə də şərtimiz Yox, olur. yox. Ha, yox. Ki, yəni 11 bizə düşmür. Yox, yox, hə, düz. düzdür. Bir 11 düşmür, bir 17 düşmür. Allah Ay. kömək. Hə, 17-ci Heç nə, evdə onu- ev Bu tikdik. yadda qaldı. Hə? Bu yadda qaldı. Yaddaşda qaldı. Düzdür, vaxtında. 10 tamamında 1 il keçsin denən qardaş gəl. Uşağın 1 yaşında, 10-cu uşağın 1 yaşında. İnşallah. Evin yerdə qalan şin Tək görək. sağ salamat olsun. Ya, Allah bizə sağ ol. deyməsin. Allah köməyiniz Sağ ol. olsun. Sağ ol. Çox sağ olun. Hörmətli izləyicilər, növbəti payımızdan bir payda Qarada Dəmirçi kəndində deməzdim kirada yaşayır. Bax bu əmimiz çəkə bilərik sizi. Bax bu əmimiz Allah var eləsin. Bax bu ev, bu həyat baca bu əmimizin övladının evidir. Özü Rusiyada yaşayır. Məhz həmən Zərəngiz xanım ki var, evsiz qalıb. Belə deyərdik çöllərdə. 3 körpə uşağı ilə. Övladının biri də invaliddir. Hal-hazırda biz həmən ailəyə də bir pay getdik. Özləri yoxdur evdə, amma əmi özü buradadır. Əmiyə inşallah verəcəyik, gələndə çatdıracaq. Yəni bu ailəyə əlimizdən gələn həmişə köməyə getmişik evindəki xəstəsini və 2 digər uşağını nəzərə alaraq. Həm də onu da deyim ki, uşağının biri də, balaca qızı da ağır əməliyyat keçirtdi bizim köməyimizlə. Sağ olsun WhatsApp'ımızda olan dostların, qardaşların köməyi ilə 3 dəfə Bakıda klinikaların birində əməliyyat keçirtdi. Yəni pulunu bizim qardaş bacılarımız yolladı. Hətta bax bu gördüyünüz kondisioner də bizim xeyriyyəçi qardaşlarımızın köməyi ilə almışıq. Amma Allah sizdən razı olsun, sizə qurban. İndi özüm zəng eləyib deyəcəm. Biz də mən də gördüyüm yoxlarda mən də bunları hamam düzəldirəm. Allah atana rəhmət eləsin. Sağ ol. Mən bu arada əlimdən gələn burada gücüm çatan. Var ol ağsaqqal. Çox Allah sağ ol. köməyin Çox olsun. sağ ol. Yaxşılıq etmək gözəl şeydir. Çox Kim sağ ol. yaxşılıq edirsə, Bəli, bəli. bilsin ki o dünyası üçün azudə toplayır. Çox sağ ol. Öyle. Təşəkkür Çox edirəm sağ ol. əmicəm. Var Allah olasın. razı Var o olsun. qədər. Var. Sağ ol. Hörmətli izləyicilər, hal-hazırda Tərlan anamızın ünvanındayıq. Tərlan anamız da maşallah heç Nərgiz bacımızdan da geri qalmaq niyyətində deyil. Çünki bugünkü dövrümüz rəqabəti sevir. Bugünkü dövrümüz rəqabət olmayan yerdə həqiqətən də inkişaf olmur. O cümlədən də bax bu gördüyünüz xanımlar bugün həqiqətən də rəqabətdədirlər. Necəsiz Tərlan ana? Çox sağ Sağ olun ana, sağ olun. Allah sənin o balaların ruzisini versin. Çox sağ ol. Telefonun işləmir ana. Telefonum xarab oldu. Telefon yoxdur. Ümumiyyətcə bilmirəm nədəndir, hamısı zəmanədəndir. Bax bizim siyahımızda 100-ə yaxın sizin kimi az təminatlı ailələr var. Vay o günə yardım ola, yardım paylayaq. Hansı nömrəyə zəng vurarsan
100-ün 97'si ya zəng çatmır və yaxud zəng çatır telefonu götürmürlər. O niye hele? Buyurun, onu mən sizdən soruşmaq istedim Tərlan ana. Sizcə nədəndir bunu? Çıkar. Hə? Saymamazlık çıkar. Yox, zəng çatmamaq saymamazlıq deyil. Sadəcə olaraq Zəng çatıb götürməmək saymamazlık çıkar. ola bilsin, yəqin işgüzar adamlardılar da, iş gücü görürlər ona görə. Tərlan ana, sizə həm qurban əti gətirmişik. Allah qəbul eləsin. Rəşid qardaşımız övladı Müzəffər balasının adından kəsdirir. Allah qəbul eləsin. Amin Allah. Həm də 40 manatlıq ərzaq paketi gətirmişik. Şəmkirli Əli qardaşımız. Allah balasını sana. Kim nə göndərir Allah rızısını versin, Amin. bərəkətini versin. Allah başınızdan törsün. Sizin də, göndərənin də. Sağ ol Tərlan Kimlə ana. niyyətlə kəsib Allah qəbul eləsin. Göndərənlərin də Allah balasını sağlasın. Amin ya Resulallah. Hə, buyurun, zəhmət olmasa Tərlan ana götürərdiniz. Şirin ağız. Savaqdır. Uşaqları qarnını doyurmaq, and olsun Allaha. Çox böyük bir savaqdır. Allah özü o sanat dəftərinə yazsın inşallah. Hörmətli izləyicilər, növbəti payımızdan bir payda. Anam, adınız nədir siz? Gülşən. Gülşən bacımızın, yəni 4 uşaq ailəsi olan bax, evlərində çəkmobil. Şəraitlər də bu vəziyyətdədir. Məhz bu ailə üçün verəcək. Bacım, bu qurban ətidir. Bunu Ankara'da yaşayan Rəşid qardaş balası Müzəffər balanın adından kəsdiribdir. Allah köməklərində tutsun, Allah dadlarına yesin. Allah sizin də köməyinizdə dursun, dadınıza yesin. Təşəkkür edirəm. Və 40 manatlıq ərzaq paketidir. Bunun isə Şəmkirli qardaşımız, Sağ olsunlar. Əli qardaşımız. Onun da balası dünyaya gəlib. Sağ olsun. Yeni Allah övladı dünyaya saxlasın. gəlib. Onun üçün Allah saxlasın, Allah. Köməklərində dursun, Sağ Allah ol. dadısın da Allah köməyinizdə dursun, Allah dadınıza yesin. təşəkkür edirəm. Sağ olun, Allah. Deməli, əziz dostlar, maşınımız biraz üstünüzə sağlıq olsun. Qəfildən maşınımızda texniki problem yarandı. Hal-hazırda ustamız sağ olsun, onu düzəldir və Qniyaz qaqamı gördüm. Bura Qniyaz qaqamızın teritoriyasında, bax buralarda yol boyu pərəşki satır. Qılı bazarın olsun. Sağ ol Ayşe. Aç görüm onun ağzını. Doğru yaşa. Qılı, burada nə qədər pərəşkin var? Burada şey götürdüm. Hay nə olur? Təxminən manatla götürənə qoy. Götür, bununla götür, bununla. Deyim bunu. Saymaz. Qılı, ondan bir 20 dənəsini pay verə bilərsən bizə, bir də sağ pay, paya pay. Pay 20 dənəsi yox, mamın hamısı verə bilərəm. Hamısı olacaqsa verim. Qavun verə, qavunun da... Yox, kloka boşalıb verəcəm. Ver, paya paydır. Qılı, aparım cəsarətin uşaqları yesin. Cəsarətin uşaqları pirəşki yesin. Qniyazın da uşaqları, bax bu ətdən, ərzaqdan, Allah haqqı savabdır, Quran haqqı, böyük ailə. O qədər böyük savablar görürsünüz. Kasıflara, ehtiyacı olanlara, bax, invalid uşaqdır da Qniyazın gözü görmür. Allah haqqı gözləri görmür. Qoy elə balaları, bunu balaların qoy sevinsin vəbsə. Allah köməyin olsun. Həm də cəsarətin balaları yesin. Allah xeyir versin evimizdən. Çox xeyir versin. Sağ ol, canım. Günah olsun. İnşallah baxacaqsınız Allah aşkına. Vəfanın ən yaxın adamıdır da qına. Allah sağ olsun. Kənan qardaş, bunu Kənan qardaş yoxdur bizim qardaş, fayda Bəli. olan. Sən yığ dəyəcək. Kənan qardaşı bu, bax bu yaxınlarda, ola bilər Bərdədə, ola bilər Bərdə ətrafı rayonlarda 10 hektar torpaq alacaq. Eşit ha. Bəli. Sənin elə bir həyatın dəyişir. Qardaş deyir ki, torpaq alacağım, bir dənə də bir yüngül dərman, mini dərman. Və istəyir ki, elə bir öz torpağından İnşallah. buğda əkib ancaq una çöğürsün. Deyir qını qaqamın bütün una olan tələbatını ilin 24 saatını ödəyəcəm. Bir dənə dua elə. Kənan qardaşım bax bu arzusu, istəyi tezliklə İnşallah Kənan, gerçəkləşdir. Allah sağlık sağlar Kənan qardaş. Allah sağ dəyməsin. İnşallah gözə görünən Allah arzunu diləyini yerinə yetirər. Allah'a köməkliğinə. Allah o sağ ne Kənan istiyorsa qardaşın Allah çok istəyi xeyir. Biz Çok xeyir versin. deyir ürəyim ağrıyır. Bunu Allah qardaşı sağ- sattıra Allah bilmir. hamımızı Pay versin. sattıra bilmir. Bu qədər. Allah Buğdanı əkib elə dərmanı da tikib balaca bir dərman. Bunu nə qədərdir pirəşki verdi sən Allah? Hər nə qədər Neçə Allah manatlıqdır mən ölüm? Neçə manatlık idi? Allah xoşunuz Qana, olsun. ürəyim ağrıdı. Bir sən Allah- nə Allah ürəyim sağ ağrıdı? Pirəşkisi soya vəzirləşdir. Klient baxır, bəyəkdən buradayıq. 2 saat yarımda buradayıq. Dərdi zorla taxdı. Allah 10 dəfə gəlib, pirəşki var. Klient baxır, soyuqlu alvır, qını o üzə gedir, bu üzə gedir. Dedim oğlu, gəl qınını da sevindirək. Qını, Bəli.
Bax, əzizim, əti bir mobili. Bax, bu ət qadasını alım. Müzəffər balanın adından kəsilibli qurbandır. Sağ olsun. Allah Ankara'da yaşayan Rəşid əmin gətirir. Allah Qurban canları payıdır. sağ eləsin. Sağ olsun da ki, bizi kasıma nəzər salır. Ma elənən Allah minqat əvəzini verir, qurban olum Allaha. Allah hamısını canı sağ eləsin. Allah xəstələrlə şəfa versin. Qalanları can sağlığı versin. Allah hamını canı sağ eləsin. Sağ ol ki, eş elə, sən də bizi yerə salsan qardaş. Allah canını sağ eləsin qardaş. Allah gözə görünən Allah, inşallah Allaha qurban olum. Allah əvəzini verir. İnşallah qurban olum. Bax, bunu, bu da ərzaq paketi. İçərisində hər şey var. 40 manatlıq Sağ ol, ərzaq, Allah bu kömək qeyri olsun. ərzaq. Allah sağ Bunu isə Şəmkirli Əli Əmin. Sağ Bunun olsun. Allah göndərisi- ələmiyə dəyməsin. Allah canını sağ eləsin. Allah qazancını versin. Allah başına tüysün. Sağ olsunlar ki, elə bizi kimi kasıma nəzərə Allah. Sağ olsunlar. Allah canından sağ eləsin hamısını. Sən də sağ ol, ay eşin. Allah səndən razı olsun. Təşkiyin halallığını verdin. Hala Zəhnə xoşun. verdin. Hamısı. Hala xoşun. Sağ ol, ay. Allah- Allah səni. Allah Allah səni səni sağ qoymayır. eləsin. Sən Sağ ol. hərəkətli qapdın. Sən bazarlıqlı olarsan. Bala üçün, balaların üçün sən səhərin soyuğunda, yayın istisində bax bu yolları bəlkə də bir gündə 50 kilometr bu qını piyada Sağ yol olsun. gedir. Allah canını sağ eləsin. Allah səndən Balalarına razı olsun. təki pay versin. Sağ ol. Allah eşin. Uzaq Sənin də canını sağ eləsin ki, elə sən bu şəraiti yaratsan Sağ qardaş. ol, Çox sağ ol. Gör nə qədər kasıblar sevilirsən, ay eşin. Unun nətər unu var qalıb? Unun Ya payı. eşin. Onunla qram deyəsən. Həm də arada deyəcəm. Allah eləsin bir dənə dua elə Kənan qardaşın o torpaq məsələsi. Dua elə Hə, bax inşallah Kənana dua qurban elə. olum Allah. Kənan inşallah qardaş Allah arzunu yerinə yetirər. Allah'a qurban olum. İnşallah gözə görünən Allah çox çəkməz o işin həllini olur. Qurban Hə, olum. bax özü də deyir. İnşallah qardaş Allah razı olsun. Elə mənim unumla qutar. Belə düzəlsin ki, mən un alıb verirsən. Allah səni canını sağ eləsin. Kənan Çox sağ ol, qardaşın inşallah. Allah dərman səni sağ məsələsi, burada məsələsi düzəlsə, İnşallah sən düzələr heç qardaş. kimdən qurban olum. nətər deyimi belə asılı qalmayasan. Kənan qardaş elə dərmandan üyündükcə sənə nə qədər lazımdır Sağ ol pulsuz qardaş, götürəsən. Allah sağ Özü olsun. əhd edibdir. Allah Yəni, köməyiniz olsun. Allah Çox sən sağ ol. mənə əhdə çatdır. Allah onu Mənim bu əhdə arzum çatdıracaq yerinə inşallah. yetsin. Qını qaqamıza ayrı cür çatdırmaq olmur da, yazıq onsuz da əziyyət çəkir. Hər dəfə deyir, utanır. O sizdən onu deyəndə mən hiss edirəm ki, qını utanır. İnşallah qını Allah Allah çörəyini köməyiniz olsun. özünə. İnşallah Kənan ürəyəri sıxma qardaşım düzələr inşallah. Qurban olum. İnşallah düzələr. Biz də elə dua Allah'ın edirik köməyinə Kənan düzələr. sağ Qurban ol. olum Allah. Sağ ol, ay eşin. Allah canını sağ eləsin. Şirin abi. Hörmətli izləyicilər, növbəti payımızdan bir payda bax bu şəraitdə yaşayan, adınız nədir xanım? Yeganə xanımın ailəsi üçün verəcəyik. Xoş gördük Yeganə xanım, nətərsiniz? Allah yardım verənlərin canını sağ eləsin, başlarından tüysün. Təşəkkür Çox sağ edirəm. olun. Allah köməyiniz olsun. Zəhmət olmasa maşına tərəf gələrdik. Yer palçıqdır. Paket deyirəm birdən düşər yeri. Deməli, Yeganə xanım, qurban payıdır. Rəşid qardaşımız oğlu Müzəffər balasının adından kəsdirib. Çox sağ ol qardaş. Bir də ərzaq paketidir. Deməli, Şəmkirli qardaşımız tərəfdən, Əli qardaşımız tərəfdəndir. Başlarından tüysün, çox sağ ol. Təşəkkür edirəm, var olun. Oldu, çox sağ olun, var olun. Sağ ol qardaş, Allah qurbanı kəsənlərinə qurbanını Amin, qəbul eləsin. Allah, Çox amin. sağ ol. Təşəkkür, mobil köməklə bir dənə oradan keçir. Sağ olun, halal xoşunuz olsun inşallah. Deməli, maşınımız əzizlərim yenə işləmədi. Başqa bir sexə getdik. Nəsə, elektrik sistemində problem var. Mən nə bilim, çox sistemində problem var. Yol kilitləşir. Yolun altında zampanya var. Maşın getdikdə yol kilitləşir. Demir, sən Allah'ın nə ehtiyac, nə lazımdır onu qoy. Narahat. Başına dönər. Duruz. Hadi. Atan sağa qurban, onu qoy bagaja qadanalım. Maşın bagajına. Hə. Görən gedim məndə, yoxsa? Hala. Yerim birdən bura nəsə zapsasaz lazım olar. Ya sən qal, ya mən gedim. Ya sən get çəkilsək orada. Kim gider? Cəsarətli də. İkimize gidelim sen. Sən də buna zapsas lazım olsa məcburum. Qalacaq. Yaxşı, öp getdik, öp getdik. Ruslanın iPhone 6'sına bakın.
F-16'da da alıb özünə. Hadi Cabbarlı küçəsinə girəsin, Cabbarlı küçəsinə. Sən adı Ruslan, Cabbarlı küçəsi. Kileksa deyəndə ki, Kətərparaqda Cabbarlı küçəsi 1. Cabbarlı küçəsi burada. O Cabbarlı küçəsindən başlayır getməyə hərəkətə. O sola bax, heykəli görürsən. Bir əli yerdə, bir əli göydə. Solda görürsən heykəl. O Cabbarlının heykəli. Prosto hər Nədə qoyublar? Yox, elə o vaxtdan 1900 bilmirəm neçənci ildən. O vaxtdan elə bir Sovet hökumətinin, Lenin babanın vaxtından küçənin adına Cabbarlı küçəsi veribdilər. Bir o heykəl görsən, Rus tamaşaçılar görə bilmir. Onu elə yığıbdılar ki, əziz dostlar. Onu canlı görmüyor orada. O heykəl elə sistemdə yığılıb ki, onu ancaq onu istəyən adam görə bilir. Siz ona görə görə bilmirsiniz ki, Cabbarlını çox istəmirsiniz. Mesela mən çox istəyirəm deyə mənim gözümə görünür. Bax, Ruslanın da gözünə görünür. Göründü gözünə? Göründü, göründü. Bax, hələ Cabbarlı küçəsi. Düz Cəsarətin darvasının tutaracağına qədər Cabbarlı küçəsi gedir bura. O vaxtı Samira xanım bax buradan əlində 10 dənə çorpa bax çıxanda görmüşdülər. Bax bu Cabbarlıda dönən yoldur. Bax bu sol bax Samira xanımı burada görüb şəkil çəkmişdilər ki, Elşən bu sizin Samira xanım deyib, əlində 10 dənə çorpa Kətərparaqdan çıxır. O vaxtı getdi aldı. Kişinin qız deyir ki, mən çorpamı alacağım. Nə olursun Səbuhidən alacağım çorpamı. Amma biz ala bilmədik, bizimkilər qaldı. Zətərə dilə bir təkər qalıyıb. Hə. Qaqa, borcumuz nə eləyəcək? Yoxsa elə? Borcu qonaq ola bilərsiniz. Dilücü deyirək, qonaq ola bilərsiniz. Qonaq olacaq, onsuz da qonaqlığa gəlmişik. Hal-hazırda əziz dostlar, biz Cəsarət qardaşımızın evindən sizlərə görüntü göstəririk. Möhtəşəm görüntü, möhtəşəm gözəllik. Salam Cəsarətin məharəti. Hoş gəlsin, qədəm. Sağ ol. Görək Ruslan kişi bəyənir bu işləri. Ruslan da bu evin tikintisində bir neçə dəfə maddi dəstək olubdur. İnşallah olacaq yenə də. Yenə də deyil olacaqdır. Hə, deməli. Bura hazır. Maşallah olsun. Artıq final iyini çox gözəl qoyuruq. Gözəl otaqlar. Kiçik otaqlar. Vallahi deyirəm, gözəl otaqlar. Kaş hər bir evi olmayanın belə evi ola. Belə də elə kiçik yataq otaqları ola. Əladır. İkinci otağın profilləri vurulur. Burada deməli ustalarımız mayak qurubdur. Qapımız da dünən bilirsiniz sağa açılırdı. Dəyişiklik elədik, qapı sola açılacaq və o rozetkanın yeri, rozetkaya kul çatır. Yeri cəsiləyir sağa. Bu belə. Burada hələ ki heç bir iş görülmüyor. Burada da ki həmçinin. Burada da salam uşaqlar, yorulmayasınız. Əl qolunuz var olsun. Çox sağ ol. Nə iş yapırıq, nə iş görüyoruz. Açıqan. Hə, arısı bu. Mən də mayakı qoydum. Eşən görə. Qəşəng. Sabahlam sıvağın inşallah sabahlam. Tezdən gələn kimi sıvağı başlar. Ay maşallah. Hamamı sıvağın çıxardan yeməlidir. Ay maşallah olsun. Deməli, Cəsarət, sən də, Məhəmməd də, dördünüz də bu üzə kesin. Dördünüz də təzədən istintaka. Bəri baxın, nə qaçdı? Görsən cinayətkar olduğunuzu o dəqiqə göstərsin. Paslavkanı siz qırmısınız. Mobilin üstünə atmışsınız. Mobili öz izahatında bildirdi ki, mənim paslavkadan xəbərim yoxdur. Cəsarət, yenə pres olasınız. İşgəncə almadan vaxt verirəm səhərə qədər. Boynunuza alın. Paslavkanı kim qırıb?
Cəsarət sən qırmamsan? Vallahi Allah haqqı mobili. Mobil dedi ki onlar qırıb. Bu tərkibdə qıralı mən burada olmamışam. Yaxşı, gəlin dördümüzdə bir yerdə mobildən soruşan görək. Gəlin sən də ona. Gəlin elə qoy istintaqı şəffaf ol, harağı. Bu Mətanət bacının xətrinə dəyər. Mətanət bacı istəmir mobilin adı cinayətdə hallansın. Çünki o Mətanət bacı deyir, mobili bizim adamdır. Hə, Nərgizim salam. Nə tərsən Nərgiz bacım? Ay mənim Nərgiz bacım, ay mənim. Şirin qızına halaldır da. Pişirib halaldır Nərgiz. Qurana and olsun halaldır. Bunu hava pişirmisən. Sən də bunu hava pişirmisən. Allah bərəkətinizi bol eləsin qardaş. Qoy hə biz gətirdik. Allah cibini dolu eləsin. Sağ ol Nərgizim. Deməli Nərgiz bacım. Haydi. Gözəl bacım, dəyərli bacım. Arada dalaşdığımızda bu olmayıb. Olan şeydir. Deməli qurban payıdır. Allah qəbul etsin. Ankara'dan Rəşid qardaşımız övladı Müzəffər balasının adından kəsdirir. Allah qəbul eləsin. Allah o sana salsın. Allah göz dolusu versin balasını. Hər birisinə bir onu arzulayıram ki, bu xeyirxah işdə məşğul olan insanların, övladlarınız öz yolunuzun davamçısı olsun. İstər qardaşlar, istər bacılar. Allah sizlərə dəyməsin. Allah bir tikənizi min eləsin inşallah. Allah canınızı sağ eləsin, ömrünüz uzun olsun. Təşəkkür. Nərgiz bacım, bu Qınyaz qardaşımızdan pay verildi. Balalarına bir boyunca yesin. Allah canınızı sağ eləsin. Deməli, Ruslan, gəlin maraqlı bir oyun oynayandın ha. Onsuz da stolu bir dənə Nərgiz, o stəkanları götür. Həm elə tamaşaçılarımız da görsün ki, Günlar bacı 100 manata nələr yığır. Bax, onları zəhmət olur, belə paketi qoyur ha. Hamısını açmağa imkanımız olmur. Arif, sən də onları götür. Deməli, Nərgiz bacı, 100 Azərbaycan manatı dəyərində bax, bu ərzaq məhsulları sizə alınıbdır. Sənin qardaşın Əli qardaşım, bəli, övladı dünyaya gəlirdi. Cəsarətin evinin tikintisində həm də bir şeylə yadda qaldıq ki, Əli qardaşın bir qız balası dünyaya gəldi. Bilirəm ki, Nərgiz onu bir ömür boyu, eramızdan 1000 il keçsə də Nərgiz həmişə onu deyəcək ki, bizim evimizdə, evimiz tikirəsə mənim yadımdadır, dekabr ayının 11-i günü. 11-i bu günü. Mən də elə bu gündən söhbət edirəm. Hə, dünən olmuşaq. Hə, maşallah, Nərgiz belə şey, çox dəqiq bilir. Bəli, dünən olubdur övlad, amma bir gün mən gəlib sənə xəbər vermişim, maşallah, seviyazınız böyükdür. Hə, Əli qardaşın tərəfdəndir Nərgizim, bax bu sənə 100 manatlıq. Ət ona görə almadım ki, ətimiz var idi. Kartol soğan da ona görə alabilməm ki, yükümüz ağırdır, maşınımız çəkə bilmir. İndi zəhmət olmasa, Arif əfəndi, sən gəl, sən verəcək. Bax, bu aldıqlarımızı bir dənə düzək, bunu başqa şeyə görə yox. Günlar vaziyyə özümüzdən qahqaq çox inandıq. Söhbət ondan getmir, amma söhbət ondan gedir ki, həm də elə bizə də maraqlıcı görək Günlar bacının aldığı ərzaqlarla bizim aldığımız ərzaqın arasında nə qədər fərq var. Mən şəxsən öz adımdan deyirəm, Günlar bacının aldığı ərzağa bizim aldığımız çatanmaz. Çünki Günlar bacı əsas ehtiyacda, əsas tələbatı nəzərə alır. Bax, Supersun yağı, əzizlərim, bax, 100 manat olduğu üçün paket yağımız pəhlidir. Yəni, Nərgiz bilmirəm, bundan işlətməyib. İndiki zamanı, indiki vaxtda yəni, ən deyərdim ki, bahalı yağlardandır. Bizim özümüz də 30 ilə yaxındır işlədirik. Mamam o vaxt deyir, bala, hələ olmamışdım. Biz o Supersun yağı işlədik. Zarava deyirəm, çoxdandan işlətdiyimiz Supersun yağı. Deməli, Urus bu üzrə sən zarava. Bax, bir dənə əzbərim. 2 kilogramlıq Supersun yağıdır, 20 manatdan yuxarıdır. Ruslanın yanında da, yanında deyil, bilmirəm. 22 neçədir? Hə, o vaxtda Şirxanın yanında da 22 neçə manatdır. Deməli, bir dənə Nərgiz, yarım kiloluk saydı, çempion. 250 deyil, ha, yarım kilogram. 12 manatdan artıq. Hə, 12-dən artıq. Bunu yanı Nərgiz özü gözəl bilir. Bax, deməli, Nərgiz, 2 litrlik qəşəng bir dənə semeşqa yağıdır. Bax, gereçkası, mərziməsi, 2 kilo düyüsü, 2 qəndi, 2 pesovu, bax, fərqli makaronu, o gün baxdım, bana ləzzət elədi. Hayır, onu mən lentə götürə bilməm. Səs eləməyir, uşaqlar. Qəşəng o günlərin ustalarımızda Nərgiz bacımız halal olsun. Həqiqətən ləzzət elədim, ha. Qəşəng makaron dəmliyib üstündə əti, soğançası şəxsən özümə də ləzzət elədi. Elə ən xoşladığım yeməklərdəndir əksən bu işin, Nərgiz. Bax, Nərgiz, 2 greçkası, 2 mərziməsi, amma arada bir gün qəşəng mərzimənin də sütunu pişir. Geçən səfər pişirmişdim. Ay, səni verən Allaha min şükür. Hə, ustalarımıza deyirəm, Nərgiz.
Bilirəm. 2 kilo greska. Greska da qəşəng dəmir bilirsənmi? Bilirəm ki, dəmirsən. Yəni bunu ona görə ərzağa çörmüşük ki, bu əsas burada gündəlik istifadə olunandır. Duzudur lazım olur, tomatı lazım olur, sarfetkası lazım olur. Bax məsələn şaqalatdır, qəhdənə qoyulmalıdır. Şimdi uşaqların payıdır bu heç. Bax məsələn bunu da Nərgiz bacı süfrədə daimi ustaların şirniyyatıdır, meyvəsində həmişə heç vaxtda əski eləmir. Bax elə burada nümunə üçün göstərmək olar. Deyir ağlayanda yezid üçün də ağlamalısan, imam üçün də. Yəni Nərgizin həqiqətən bol əlliliyi həmişə var. İndi çıxırda nöqsanlar olur, olmalı, hamımızda var. Amma pişirməyi də, düşürməyi də, süfrəni həqiqətən də çox zəngin eləyir. Bu baxmır vara yoxa, halal olsun Nərgiz. Bax bu da Əli qardaşımızdan, Şəmkirli Əli qardaşımızdan sənin bax bugünkü ailənə, evinə 100 manatlıq hərzaq məhsullardır. Allah canını sağ eləsin qardaş. Allah ömrünü uzun eləsin. Bərəkətin tükənməz olsun. Hər birinizin daim ocağınız yanar, qazanınız qaynar olsun. Allah hər birinizə dayaq olsun. Allah övladını göz dolusu versin sənə. Əməli salih övladlardan olsun, ayağı düşərli olsun. Daim hər zaman fəxr eləyəsən övladınla. Gün o gün olsun, övladın öz yolunun davamçısı olsun. Allah hər birinizə kömək olsun. Allah sizləri Tur dağına döndərsin. Bax, bizə göndərdiyin bu ərzağın pulunun 1000 qatını Allah sənin özünə yetirsin. Bu çətin günlərdə, bu çətin vaxtlarda, çox çətin bir zamanda yaşayırıq yeri gəlsə, dolanışığın çətin olduğu bir dönəmdə öz halal qazancını bizimlə bölən qardaşlar. Allah hər birinizə kömək olsun. Allah sizləri var eləsin. Piyaraşkini göndərən qardaşın da Allah qazancını bol eləsin, cibi dolu olsun. Allah ona da bol ruzi yetirsin ki, ailəsini ürəyi istədiyi qədər rahat bir şəraitdə yaşada bilsin. Allah böyük ailəmizin hər birisinin köməyi olsun inşallah. Təşəkkür, minnətdaram. Yer yığış elə evinə bir dənə də bir yaxşı çay hazırda. Çay hazırda. Bunları amma yığışdınız, yəni tələsməz çaya. Buranı bir seyrəklə. Biz bir yüngül istintak iş yaparaq, ustasan kameranı çək. Bütün cəsarətkar bizim bu pastaqlarını kimdir? Sən dursan burada, sən dursan, araldan dur. Sən şübhəli şəxssən. Keç raşotlarını. Bu şübhəli şəxsdir. Şahidlər buradan oturun. Hamınız oradan durun cərgənə, şahidlər. Mən olmam orada. Hə, sən Orada çıxırsan, lap balaca olasın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 109.9-cu maddəsi ilə təqsirli bilinən Bərdar rayon sakini 1923-cü il təvəllüdlü Mustafayev Mobili Etibaroğlu şübhəli şəxs kimi dindirilmə üçün məhkəmə qəbul olunub. Deməli, şahid Cabbarlı Cəsarət. Cabbarov Cəsarət. Şahid Quliyev Arif. Şahid Quliyev Arif. Burada Məmmədov, hamılansın. Məmmədov Arif burada. Şahid Məmmədov Məhəmməd burada. Müttəhim deməli mobili yaxın gəl, kameranı yaxın gətir. Şahidlərin verdiyi izahatında bildiyinə görə abadanlıq qurğusunu qəsdən qırmısan. Allah ki, mən qırmamışam. Şahid Cəsarət. Hadisə necə baş verib? Məhkəməyə birisi də yalan ifadə verməyin özü də cinayət məsuliyyəti daşıyır. Yalan məlumat verməyin özü cinayət məsuliyyəti daşıyır. Yox, doğru məlumat verməlisiniz. Mən doğrunu dedim Allaha. Yəni canlıya baxırıq da, canlıya. Mobili tərəfdən qırılıb. Şahid Arif. Mobili tərəfdən qırılıb. Şahid Məhəmməd. Mən görməmişəm müəllim, yalandan nə deyim. Siz görməmisiniz. Mən görməmişəm. Və digər şahid hardadır? O niyə sarılmıyor məhkəmə zalına? O da burada oluyor. İçərdə işləyirlər bunlar. Beləliklə, məhkəmə qərarı alır ki, şahidin biri bugünkü məhkəmə iclasında olmadığı üçün və digər şahidin biri bundan əvvəlki verdiyi izahatındakı bildirmiş ki, mən də görmüşəm mobilini qırdığını və məhkəmə təxirə salınır. Həftənin 3-cü günü saat 9:00-da hamı olsun
məhkəmədə və yenidən məhkəmə qurulacaq. Əgər Mobilinin bu cinayəti öz sübutunu taparsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Mobili şərti olaraq azadlıqdan məhrum olunacaqdır. Əgər sübuta yetirilmiş olsa. Razısan? Məhkəmənin hökmünə etirazın var? Öz yazdıqlarını özün imzanla təsdiq edirsən? Aydındır. Əziz dostlar, bu da bir kiçik bir səhnəcikdir. Zarafatdır. Allah sizi qorusun. Hər şey Mobiliyə qurban. Hər şey cəsarətə qurban, hər şey Arifə qurban, hər şey ilə hamımıza qurban. Bu da bir kiçik zarafatdır. Allah sizləri var eləsin. Əziz böyük ailəmiz, Əli qardaşımın da Allah canını sağ eyləsin. Amin Allah. Rəşid qardaşımın da və onun balası Müzəffər balamızı da uca Allah özü qorusun, özü var eləsin. Amin Allah. Bugün neçə ailələrin qazanı qaynadı, bugün neçə ailələrin həqiqətən də üzü güldü. Həqiqətən də üzü güldü. Allah öz dərgahında qəbul eyləsin. Amin Allah. Sizlər isə böyük ailəmiz Cəsarətin evinə maddi kömək, maddi dəstəyinizi bizdən əsirgəyin ki, İnşallah bir neçə gündən sonra Alişiban işimiz qurtarır və dərhal keçirik biz evimizin ümumi polunun alınmasına. Bu da bizə təxminən bax polumuzun alınması minimum 1800-1900 manat. Düz. Yəni mən bunu əziz dostlar artıq gözü yumulu bilirəm. Ola bilər 50-100 manat aşağı yuxarısı ola. Alişibana nə demişdim? Dedim ki, yəni 1000 manatın ətrafında. 800-1000 manat ətrafı demişdim, amma 960 manat eylədi. Onun da pulunu bax bugün vermişəm. Sizin sayənizdə, dünənki fədakarlığınız sayəsində, dünənki həmrəyliyinizin sayəsində bax dünənlərim yığdığımız 960 manatı bax bu günlərin vermişəm. İndi ürəklə növbəti materialımızı götürə biləcəyik. Bu Salih İnşaata olan borcumuz. Amma bizim hələ də dam örtüyündən borcumuz var. Çünki cəsarətin hansı günü ki dəftərdə borcu minimum, yəni minusa düşəcəksə, onda biz biləcəyik ki, bizim hesaba borcumuzdur. Amma hal-hazırda cəsarətin, indi bunu ümumi hesabatda dəqiq deyəcəm, nə qədər borcu var. Ustalarımızı da özləri də eşidir, şahidlər. Ustalarımızı da biz pulsuz qoymuruq. Düz. Yəni bu baxmır, pulun olub-olmamanı. Ola bilər bir gün olmaya bilər. Ustalardan bunu necə deyirlər? Razılaşırıq ki, yəni mümkündürsə bu günü yola vermək sabah. Amma həqiqətən də, yəni mən öz işimdə bunu əminliklə deyə bilərəm ki, heç vaxt ustalarımızı çalışmışam ki, ustalarımız heç vaxt incik etməsinlər. Niyə getsin? Niyə getsin? Axı bu soyuqda, bax ayağında şəpit, dirizin şəpit, soyuğun yaş torpağın üstündə bu uşaqlar əziyyət çəkir. Sağ olsunlar, bizi başa düşdüklərinə görə də təşəkkür edirəm. Amma biz də öz insanlığımızı həmişə yerinə yetirməliyik ki, ustalarımız da evlərinə əli boş getməsinlər. Allah əziyyət çəkib, halal yolla, halal ruzi qazanan hər bir kəsin ruzisini də, bərəkətini də bol eyləsin. Amin Allah, amin Allah. Amin deyən dilləriniz var olsun. Var olun, əzizlərim, var olun. Allah sizləri həmişə var eləsin. Amin Allah, amin.